Onlar 18+ xarakterli saytlardan götürülüb. Kadrda olan isə bu tip saytlarda Amber Lulu ləqəbi ilə tanınan qadındır. Onun əsl adı, yaşadığı ünvan istintaqa məlumdur. Həmin qadının açıq sosial media hesablarında kifayət qədər şəkli var. Başqa sözlə, Alyona Aliyevaya qarşı aparılan bütün kampaniya böyük yalan üzərində qurulub. Bunu kampaniyanın təşkilatçıları, özlərini bloger adlandıranlar əlbəttə ki bilirlər. Onların belə davranışlarına qiyməti qoy hamı öz vicdanına uyğun formada versin. Amma bu işdə hələ bir sıra qaranlıq məqamlar qalır. Bu videoları özünü bloger adlandıran şəxslərə kim ötürüb? Saxlanılan şəxsin telefonunda tapılan audio yazının daha bir hissəsini təqdim edirik. Salam. Başa düşmək lazımdır burada. Yəni burada anlamaq lazımdır ki, düymə hardan basılır. Yəni haradan icazə verirlər də. Bu məsələni